dəvət etmişik. Siyasi şərhçi Fərəc Quliyev bizimlədir. Xoş gəlmisiniz Fərəc bəy. Xoş gördük. Münxen Təhlükəsizlik Konfransını az öncə də qeyd elədim. Zelenski görünən odur ki, çox ümidlə getdi ki, Rubio ilə görüşdən sonra xüsusilə təhlükəsizlik məsələsi, maliyyə məsələlərində və hətta o təhlükəsizlik məsələsinin müddətinin uzadılması ilə bağlı bir razılığa gəlinsin. Ancaq sanki əli boş mu qayıtdı? İstəniləni vermədi Birləşmiş Ştatlar Ukraynaya. Necə düşünürsünüz? Mən hesab eləmirəm Ukrayna əli boş qayıdıbdır. Ukrayna ümumiyyətlə çox ustalıqla son vaxtlar həm sahədə, həm də masada oynayır və təsəvvür edin ki, Rusiya indi hər kilometr irəliləmək üçün 170 civarında əsgər itirmək məcburiyyətindədir. Əgər irəliləməkdə varsa. Son bir ildə 1%-ə qədər də torpaqlar tuta bilməyibdir. Yəni vəziyyəti Rusiyanın bu dəstində və Amerikanlar belə bir qiymət verdilər ki, Rusiya özünü böyük meşədə ay kimi göstərmək istəyir, amma ilbiz kimi sürünməklə məşğuldur. Yəni onlar da artıq Rusiyanın imkanlarını real şəkildə qiymətləndirə bilirlər. Avropanın və Amerikanın Ukrayna platformasında davranışları təkcə Ukrayna görə hesablanmayıbdır. Yəni böyük siyasətdə, yeni dünya düzənində həm də bu elementdən istifadə etmək məqsədi vardı. Yəni hər şey, hər fikir, hər bəyanat və davranış təkcə Ukrayna üzərindən hesablanmır. Digər məsələlərdə nəzərə alınır. Məsələn, nədən söhbət gedir? Avropa İttifaqı son zamanlar artıq konstruktiv federal Avropa Birliyi haqqında söhbətlər edirlər. Yəni daha çox yaxınlaşma, daha çox inteqrasiya, hətta Amerikasız NATO sistemi haqqında düşüncələr qoyurlar ortaya. Və bu mövqe ondan ibarətdir ki, biz artıq Amerikasız nələr eləyə bilərik və Ukrayna necə dəstək çıxa bilərik. Ukraynanın daha çox təchiz eləmək üçün də müxtəlif platformalar ortaya qoyurlar özləri. Fondlar yaradırlar, hər bir dövlət ayrıqda yardım edir və s. Çin ilə münasibətləri yaxşılaşdırıbdılar. Artıq əlaqələr yaranıbdır. Çinlə yaxşı görür. Elə Münxen görüşündə də əlaqələr quruldu. Ukrayna da Çinlə əlaqələri qurdu. Yəni Ukrayna həm də işarə elədi ki, Amerikanın boşluq verdiyi yerləri Çin doldura bilər. Mənə qarşı boşluq verməyin. Eyni fikri Avropa İttifaqı da bildirir. Yəni bu böyük savaşın içində Ukrayna münasibətdə belə görünə bilər. Amma fakt ondan ibarətdir ki, Biden dönəmindən sonra Amerika Ukraynaya gərək ki 1800 vaqon, 500 yük təyyarəsi və 9000 tır silah veribdir. Üst-üstə 220 min ton silah əskəri yardım edibdir. 220 min ton. Bu yardımdır. Yəni pulla verilən deyil. Qarşılıqsız. Qarşılıqsızdır. Bundan da əlavə, bütün silah-sursat, həm də ən müasir silah-sursatı da Amerika sadəcə olaraq dedi ki, mən birbaşa vermirəm əvəzsiz olaraq. Avropa dövlətləri mənə pulunu versinlər, alıb versin Ukrayna. Fərqi yoxdur, o raketin üstündə Flamingo yazılıb, yoxsa Amerika raketləri yazılıb. Əsas odur ki, təmin olunur. Təmin olunubdur. Yəni bu deyil, mən öz raketimlə vurdum, Flamingo-la vurdum. Maliyyəsini alır, siyasi dəstəkləri vardı, böyük o oyunda özü də element kimi istifadə edir, iştirak edir. Baxın, Zelenski artıq birinci Amerika görüşündən fərqli olaraq duyğusal davranmır. Dünənki görüşdə də elan edir ki, bizi təşəkkür edir, çox konstruktiv təkliflər var ortada, amma Rusiya buna razılaşmır. Yəni burada artıq iki tərəf, hər ikisi özünü sülhpərvər göstərməyə çalışır. Amma günahkar tərəfdə qarşı tərəfdir demək istəyir. Rusiyada bayaq siz verdiyiniz müqəddimədə də ona toxundunuz ki, Amerikanın təzyiqlə Ukrayna qayıtdı masaya, yəni qaçırdı güya masada. Bugün Zelenski eyni şeyləri deyir. Deyir ki, biz gəlirik, atəşkəsdə həmən istəyirik. Çünki Rusiya atəşkəs istəmir. Birməna şəkildə sülh istəyir. Və Zelenski onun zəmi tutubdur. Deyir ki, mən də atəşkəs istəyirəm. Nəsə demək istəyirdi deyəsən? Yox, fikrinizi tamamlayın, bəli. Orada məqam var. Sualların çoxdur əslində. Yəni, Ukrayna əslində indi Amerikanı qıcıqlandırmır. Amerika vaxt qoyur. Məsələn, iyul ayına kimi məsələ bitsin. Bu vaxt qoyma məsələsi də çox simvolikdir. Yəni, Trump hakimiyyətə gələndə nə qədər vaxt qoymuşdu müharibəni bitirərəm? Mən bir günə müharibəni bitirərəm deyirdi. Amma belə baxsaq, Trump hər münaqişə istiqamətdən bir vaxt qoyur. Yox, təbii, amma o... Sonra da hücuma keçir, belə desək. Ki, Ukrayna ilə bağlı qoyulan vaxt, müharibə sonlanacaq, bir üstqaydı. Çox keçdi, bəli. Amma üstündən çox keçibdi axı. Yəni, indi iyula qoyur. Bu arada da Ukrayna kifayət qədər yaxşı təchiz olunur. Həm hərbiçilərə toparlayıbdır, yeni səfərbərlik modeli ortaya qoyubdur. Həm qərbdən və Amerikadan təhlükəsizlik zəmanəti 10 illik, 15 illik, 50 illik zəmanəti haqqında danışıqlar gedir artıq. Bəli, əvvəl 15 il idi və ona qənaət gəlirdi əslində Zelenski. İndi nə dəyişdi ki, bunu qaldırır bir dəfəlik, 50 il istəyir? Bunlar danışıqları Ukrayna bir rəyətə uzadır. Çünki bilir ki, yaz dönəmində artıq Ukrayna ciddi şəkildə
bir gediş edəcək, geri dönüş və sahədə ciddi şəkildə uğurlarından sonra şərtlər dəyişəcəkdir. Artıq Rusiyanın zəif vaxtında daha ciddi məsələlər Yəni qışı ötürməyə mi çalışır? Ona çalışır və elə eyni şeylər görürsünüz. Bir atəşkəs razılığına gəlmişlər, enerji blokların vurmamaq falan. Amma Rusiya təbii ki, onu pozub, düşünülürdü ki, pozulacaq. Amma hər kəs onlara generatorlar verirdi, nə bilim, transformatorlar verirdi, Azərbaycanda yardım elədi, kömək elədi. Çünki Rusiya da onu hesablayır ki, bunu qışdan buraxmıyor. Tələsirlər ki, onlar masada məsələləri həll eləmək lazımdır. Və burada maraqlı bir başqa məqam da var. Çin özü artıq mövqe müəyyənləşdirdi. Düzdür, indiyə qədər də Ukrayna haqqında bunu deyirdi ki, Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Çin Ukrayna ərazi bütövlüyünə heç vaxt şübhəli baxmayıbdır. Çünki özünün də Tayvan problemi olduğuna görə də əslində bu. Amma artıq Ukraynanın əməkdaşı haqqında oturdular, danışdılar, müəyyən məsələləri sahmana salmağa başladılar. Bu Rusiya çox ciddi bir mesajdır. Yəni mən sənin arxında birmənalı şəkildə dayanmamışam. İran məsələsindən sonra Çin başa düşür ki, İran məsələsinin nə formada həll olursa olsun ki, İranı dəyişdirəcəklər mütləq şəkildə mən hesab edirəm. İstəyir hərbi yolla olsun, istəyir bir başqa formada. Çünki Trump'ın son açıqlaması belə oldu ki, İranda hakimiyyət dəyişikliyi ən yaxşı yoldur. Yəni bundan sonra Çin meydanda tək başına qala bilər. O mənada həm Avropa İttifaqı, həm də Ukrayna münasibətləri yaxşılaşdırır. Bu Ukraynanın xeyirli işləyən bir amillərdən birisidir. Bu rəqabətin içərisində Avropa köhnə qitəni itirə bilməz və itirməz. Birinci ona görə ki, böyük bu oyunda, anakonda davranışında, sarmaşında Çinlə bağlı o müttəfiqlərini itirsə, o anakondanı dola bilməyəcək yer kürəsinin ətrafına. İkinci, Anglo-Saksların ana vətəni Böyük Britaniyadır. Böyük Britaniyada nə qərar, siyasi qərar qəbul olunarsa, Amerika ona hörmətlə yanaşır. Bugün Çinlə Böyük Britaniyanın da yaxınlaşması var. 16-cı ildə deyəsən, yoxsa 18-ci ildə görüşmüşlər axırıncı dəfə. Artıq 26-cı ildə yeni Çinlə görüşləri oldu. Yəni, bir çox amillər onu göstərir ki, Ukrayna zahirən, konkret olaraq bugün bir şey verilmədi kimi və əli boş qaldı kimi görünür. Amma alt yapıda məsələ elə deyil və çox ciddi şəkildə dəstək alır. Burada bir məsələ də diqqətimi çəkir Fərəc bəy. Avropadan danışdıq, düzdür. Avropa istəyir ki, Birləşmiş Ştatlardan ayrılsın, özü məsələni fərqli bir formada həllini tapsın. Xüsusilə də Macronun timsalında Fransa daha çox əslində meyl etdiyini görüb. Amma Fransa biraz Rusiya ilə ortaq bir məxrəcə gəlməyə də çalışır. İstəyir ki, özü ittifaq olaraq deyil də tək başına Fransa olaraqmı bu məsələni həll etsin? Bu məsələnin bir tərəfi, digər tərəfi sizcə Birləşmiş Ştatlarsız Avropa ilə məsələnin həllinin tapılması Ukraynaya daha çox mu sərf eləyər, yoxsa Birləşmiş Ştatların bu məsələni həll etməsi? Yox, Ukrayna üçün sərf eləyər ki, Birləşmiş Ştatların bütün hallarda iştirakçı olsun təbii ki. Amma klassik bir resept ortadadır ki, daha doğrusu görüntü ortadadır ki, həmişə Avropada bir Avropayizm olubdur. Amerikanı qısqanmaq və Amerikansız davranmaq, bir çox məsələlərdə öndə olmaq. Hətta o Avronun zadın buraxılması, bir vaxtları Avropa İttifaqı özünün ordusunu yaratmaq istəyirdi kimi işarələr var idi. Əslində indi də gündəmə gətirirlər qeyri-rəsmi formada. Amma ki, bir aradakı sıxıntıya salındı bunlar. Artıq bunların ümumi daxili məhsulun 5%-ni müdafiə qoyun deyildi. Biz siz öz müdafiəsi qurun deyildi. Rusiya təhlükəsi qarşısında indi Avropada vaxt qazanmaq istəyir. Həm Rusiyanla danışmaq, həm də artıq möhkəmlənmək. Yəni, birmənalı şəkildə hələ tam hazır olmadan Rusiya o nida işarələrlə danışmaq sərf eləmir. Ona görə biraz nöqtələrlə danışmaq yolu tutubdular. Üstəlik də Avropada Fransa və Almaniya rəqabəti vardı. Bu da həmişə olubdu bu rəqabət. Və Avropa lideri kimi görsənməkdə daha çox Amerika indi Almaniya stavka edir. Almaniyanın önə çatmağa çalışır. Fransa bunu görür. Gördüyü üçün bu Rusiyanın danışıqlar falanla biraz bu məsələdə Amerikanın... Deyir ki, Avropanın təhlükəsizliyini əslində Rusiyası təsəvvür etmək mümkün deyil. Rusiya ilə masaya oturmalıyıq, deyir Macron. Təbii, indi bu Amerika qıcıq verir ki, və məndən danış. Almaniyanın önə çəkmə. Mən bu məsələlərdə aparıcı yerə çıxa bilərəm. Həm də bütün o dövlətlər Amerikada daxil olmaqla təkcə xarici siyasətə oynamırlar. Seçkilərə də hazırlıq gedir. Daxili siyasətdə və daxili auditoriyanı qazanmaqdan da söhbət gedir. Macronun da gedişlərində bu təbii ki, nəzərdə tutulur. Üstəlik, qış aylarında enerji təhlükəsizliyində çox vektorlu siyasət çox vacibdir. Düzdür, indi sıxılmış qazı alırlar, Amerikadan alırlar, başqa yerlərdən. Amma həm də başqa kanalları açıq tutmaqla yenə də bir dövlətdən asılı olmaq istəmirlər. Yəni, fikir görürlər ki, bütün iplər bir başqa dövlətin əlində olanda istənilən şey bunlara diktə olunacaqdır. Fərq eləməz bunlar bugün hər hansı bir məsələdə dostdurlar, amma istənilən məsələdə, daxili məsələlərdə ya iqtisadi məsələlərdə həm də rəqabət var. Hər kəs öz inkişafını təbii ki, önə çəkmək istəyir. Amerika ki, necə çox vektorlu oynayır. Məsələn,
həm Ukraynada, Avropada, Çində başqa yerdə, İranda işlər görür. Bu tərəfdən də bir tərəfdən Venezuelada işini görübdür. Neft məsələləri hazırlığını görübdür. İran adı altında hərbi gəminin ikinci eskadrilyanı göndərdi. Yerləşdirir Sakit Okeanından Hind Okeanına qədər hər yerdə saxlayır ki, deyək ki, bunun adını belə qoyuq ki, sahil zolaqlarına, sahillərə nəzarət deyir. Oradakı dövlətlərə, yollara, logistik imkanlara nəzarət və müəyyən məsələlərdə nail oldu. Hindistan kimi dövləti artıq Venezueladan neft almağa məcbur elə bilibdir. Çinin tərəddüdləri yaranıbdır. Çin İranda götürdüyü icarə götürdüyü liman vardı. İndi istifadə elə bilmir orada və s. Hələ bu məsələdə, bu İran məsələsində gedər bir müddət gedəndən sonra yəqin ki, daha fərqli şəkildə Amerikanın üzrə çıxmaq olacaqdır. İyula qədər vaxt vermək, Rusiyanı oyalamaq, Rusiyanı İran tərəfindən geriyə çəkmək, susturmaq, sakitləşdirmək, meydana buraxmamaq da biraz. Hər halda Rusiya da bunun fərqindədir. Bəs yaxşı, o dediyiniz vaxta qədər Kremldən hansısa bir atak gəlməzmi? Kreml bunun fərqindədir. Amma resurslar imkan verirmi o siyasədə adekvat siyasət yürütsün? Bu çox ciddi sualdır. Üstəlik də İran tərəfinin Rusiyanın özünə etimadı tam deyil. İran tərəfində ən yüksək səviyyədə dəfələrlə bu səslənibdir ki, Rusiya bizim müəyyən məqamları var idi ki, satdı. Hətta birinci dəfə İsraillə döyüşəndə də bu açıq şəkildə bunu bəyan elədilər. Ümumiyyətlə Rusiyanın xarakteri belədir. Zəif vaxtlarda çox rahatlıqla dostlarını satmağı bacarır. Ayağın altında qoyub biraz hündürdə qalmağı bacarır. Yenə o taktikanı irəli sürür. Amma Rusiyanı Amerika bu gün sıxmaqdan daha çox qoruyur. Yəni onu o formada, o həddə qədər zəiflətməyə çalışır ki, Çinin deməli şərqdə Rusiya ərazilərindən müdaxilə imkanlarını zəifləsin, daxil olmasınlar ora. Çünki orada 400 min kvadrat kilometrə qədər ərazidən söhbət gedir. Daha böyük ərazilər var ki, Çinin istəkləri vardı, iddiaları vardı, müəyyən vaxtlarda müqavilələr vardı ki, onlarla bağlı girə bilər. Əhalisi Rusiyanın yoxdur demək olar ki, o ərazilərdə Çinlilər orada alver adından, ticarətdən daxil olublar orada. O qaynaqları götürə bilər. Görürsünüz, Rusiyanın rəqabət apara, sanksiya qoya-qoya, həm də Rusiyada qiymətli metallar, yeraltı sərvətlərlə bağlı da danışıqlar aparılır. İndi 20-ci sanksiya paketini istəyirlər, təəssüf göstərirlər ki, olsun. Yenə bir effektivlik olacaqmı? İndi nə edir burada? Bu tərəfdən deyir ki, Ukraynanın qiymətli metallarla bağlı müqavilə bağlayır. 800 milyard dollarlıq bir müqavilə. Bunlar da Donbas deyilən ərazidə yerləşir əsasən. Rusiya başa düşür ki, Amerika bu müqaviləni gerçəkləşdirmək məqamına çatanda, işğal altında saxladığı bu yerlərdə Amerikan ordusu şirkətlərini qorumaq üçün gəlir. Rusiya orada müharibə apara bilər mi? Təbii ki, apara bilməz. Bu pressingin qabağında öz ərazisində olan qiymətli metalları Amerika təklif etmək məcburiyyətində qalır. Yəni, Amerika həm də burada iqtisadi məsələlər, pul qazanmaq məsələsində düşünür və pul itirməmək məsələsində düşünür. Bu da çox. Trumpın biraz o ticarət məsələlərini yaxşı bilməsindən və siyasətində mütləq iqtisadi məsələləri qatmalı. Əslində, atdığı hər addım ilkin məqsədi bundan ibarətdir. Bunu biraz qəribə qarşılayırlar. Əslində, hər bir dövlət və dövlət başçısı hər halda öz mənafeyini daha çox düşünür. Əlbəttə, mütləq formada. Bu arada maliyyədən danışırıqsa, Fərəc bəy, vaxtımız çox olmadığı üçün bu məsələlərə toxunmaq istəyirəm. Münxen Təhlükəsizlik Konfransında Rusiyanın dondurulmuş aktivləri ilə bağlı, yəni onun sayəsində Ukraynanın maliyyələşməsi məsələsini də gündəmə gətirib Zelenski deyilənə görə, ancaq yenə bir ortaq məxrəcə gəlməyiblər, fikir ayrılığı olub. Nədir yenə Avropanı dayandıran bu məsələdə qarşısına alan? Məncə ifadə eləmirlər. Gəlməyiblər deyil. Yəni, necə ki, Qəzzanın bərpa olunmasını Trump başqalarının üzərində yüklədi və orada bir sülh şurası yaratdı. Ondan da əvvəl elan eləmişdi ki, Qəzzanı ərəb ölkələri bərpa edəcəklər. Yəni, pulu siz verəcəksiniz bütün hallarda. İki faktor var burada. Nədir o? Bir, o pulları saxlayıb başqa şey istifadə eləməyəcəksiniz. Görürsünüz, zaman-zaman 10 ildən bir, 15 ildən bir ərəb dövlətlərini dağıdırlar. O zonalarda, nə bilim, bahar, ərəb baharı falan adı altında dağıdırlar. Dağıdırdan sonra bura nə lazımdır? Milyardlar da vəsait lazım. Neftdən gələn böyük pullar var. O vəsait hara getməlidir? Təzədən bərpiyə getməlidir. Sən ağlıva nüvə bombası düzəltmək, ağlına gəlməsi, atom bombası düzəltmək, inkişaf gəlməsi, modern ordu gəlməsi, ancaq bərpa işlərini qoyur. Dağıdırlar, deyirlər getdirəcək. İndi burada Avropa bu təhlil gözü düşmür. İtalyanlar deyirlər ki, biz müşahidəsi qismində o şurada olacaq. Fransızlarsa deyir ki, idarə etmədə modernləşmə olarsa biz baxarıq. Yəni, Amerika ki, özü bir məna şəkildə deyir, mənəm rəhbəri, həm də veto hüququ təşkilində olur, fransızlar da getmir. Amma Rusiyanı ora yönəldirlər. Rusiya ya 1 milyardı verməlidir,
Amma hələ cavab gəlməyib. Birləşmiş Ştatlardan əslində reaksiya gözləyirlər Rusiyanın təklifi ilə bağlı. İki halda da Amerika qazanır da. Bəli. Pul verə bilmirsənsə, mən sənə dəvət elədim, gəl. Verəmirsən, pulun yoxdur, pis vəziyyətdəsən, Ukraynada dərsi verəcəkdir. Onda aktivlərdən də fərqli formada istifadə. Gəlirsən, pulu vermirsənsə, sən artıq mənim veto hüququmu qəbul edirsən, sən qlobal böyük güc deyilsən. Qütblərdən birini iddia etmə deməkdir bu. Yəni, Rusiyanı ora aparmaq, Rusiyanı küçümsəmək anlamındadır. Alçatmaq, bəli. Bilirsiniz. Ona görə bu maliyyə məsələlərində, bu oyunlarda təbii ki, bu siyasi faktorlar çox ciddi şəkildə nəzərə alınır. Həm də müttəfiqlərin gücləndirilməsi, onun rəqiblərin müttəfiqlərin isə zəiflətilməsi istiqamətində düşünmüş şəkildə fikir gedir. Bu arada Fərəc bəy, təbii ki, Münxendə Zelenski sadəcə Rubio ilə görüşməyib, həm də Prezident İlham Əliyevlə də bir görüşü olub. Həmin o görüş ərəfəsində gələn açıqlamalar var. Onun sözlə bölüşək ki, Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb. Eyni zamanda Azərbaycanın Ukraynadakı səfirliyinə 3 dəfə hücum edilib. Prezident İlham Əliyev Münxendə açıq dəhliz siyasəti, Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi mövzusunda panel müzakirələrdə də deyib, dövlət başçısı onu da bildirib ki, bu məsələ Xarici İşlər Nazirlikləri və Prezident administrasiyaları səviyyəsində rəsmi şəxslər arasında keçirilən çoxsaylı təmaslar zamanı dəfələrdən qaldırılıb. Dövlət başçısının sözlərinə görə bu Azərbaycana qarşı qeyri-dost münasibəti sayıla bilər. Nəinki Azərbaycanın enerji infrastrukturuna Ukraynada zərbələr endirilibdir. O cümlədən 3 dəfə Azərbaycanın səfirliyinə Ukraynadakı zərbələr olubdur. Birinci hücuma gəldikdə, baş verdikdən sonra biz təsəvvür edə bilmirdik ki, bu təsadüfi olub və daha sonra isə Rusiya həmkarlarına Azərbaycanın diplomatik nümayəndəliklərin, o cümlədən konsulluq şöbəsinin, bizim mədəni mərkəzin və səfirliyin koordinatlarını vermişdik. Amma buna baxmayaraq 2 əlavə hücum olmuşdur. Bu, bilərəkdən olaraq Azərbaycanın diplomatik nümayəndələrinə hücum çəkilmişdir. Bu, bizim bununla bağlı xüsusi bəyanatımız oldu və o cümlədən səfir dəvət olundu, diplomatik nota ona verildi. Biz yalnız diplomatik formatda addımlar atdıq, əlavə hər hansı bir iş görə bilmərik, lakin biz bunu Azərbaycana münasibətdə qeyri-dost hərəkəti kimi dəyərləndiririk. Bəli, görünən odur ki, koordinatlar verildiyi halda yenə də 3 dəfə Azərbaycan diplomatik korpusları təzyiqə məruz qalıb. Nədir fikriniz? Bizim səfirlik vurulan günün sabahı gün mən internet TV-lərdə mövqeyimi soruşanda dərhal bildirdim ki, düşünmüş şəkildə vurubdular. Yəni Rusiyanın bizim təyyarəni vurması da, bizim prezidentin təyyarəsi Rus həsəması olanda xalq əməliyyatı adı altında problem yaratması da düşünmüş hadisələr idilər. Və Putin bundan nə qədər boyun qaçmağa çalışdı da, bu artıq ortadadır. Yalan deyir ki, biz Səşdərxanda yenməyə icazə ver, təyyarə yenmədi. Nə bilim, biz dron vurduq, raketli bir parçası getdi, təyyarədəydi. Təzminatdan boyun qaçırdılar. Vur əmrin verən general haqqında buraxdılar, bərəd, işi bağladılar və s. Bizim səfirliklər də, görürsünüz, cənab prezident də deyir ki, biz koordinatları vermişdik ki, bura vurmayın. O atılan raketlər 200-300 metr civarında yanlış düşə bilər. Amma dəqiq nöqtə vuruşuyla bizim yerlərimizi vurubdular. O, Azərbaycana təzyiq idi. Bizim infrastrukturu vurdular. Neft infrastrukturunu orada vurdular. Azərbaycan prezidentinin bu mövqeyini mən birmənalı şəkildə müxalifət partiyasının sədri kimi tam dəstəkləyirəm ki, qeyri-dost davranışıdır. Sən bizə qarşı oyalama siyasəti yürüdürsən, biz də adekvat davranacaq deyib ifadə işlədir ki, hələlik diplomatik səviyyədə, bəli, reaksiyamızı veririk. Amma biz bundan sonraki siyasətimizdə redaktörlər eləyib, Rusiya kimi, İran kimi dövlətlərə adekvat cavab vermək də məncə artıq haqlıyıq və hazırıq. Azərbaycan artıq ciddi şəkildə yaxşı bir platformada Qərb platformasından siyasətini artıq yeni siyasətin konstruksiyasını qurmaqla məşğuldur və dünya dövlətlər sırasında, idarə edicilər sırasında adı çəkilir, sayılır və indiki halda Azərbaycana heç bir təhlükə törədə bilməz. Nə Rusiya, nə də İran. Ona görə bu cür açıq şəkildə məzmunda Rusiyaya qulaq vurması olması mən alqışlayıram. Təşəkkür edirəm Fərəc bəy. Minnətdaram təhlilləriniz üçün. Təşəkkür.